İnsanın barmaq izləri, onların quruluşu və unikallığı bir çox insanların marağını cəlb edən mövzulardan biridir. Bugün qısaca bu barədə danışmaq istəyirdim. Barmaq izlərinin təməli bətndaxili inkişafın 10-16-cı həftələri arasında qoyulur. Burada təbii ki, genetik faktorlarla yanaşı eyni zamanda fiziki və yaxud da mexaniki təsirlər, faktorlar rol oynayır. Bura dölün ana bətndəki hərəkəti, bətndaxili mayenin dölə olan təsiri və təzyiqi və s. kimi faktorlar rol oynayır. Və məhz bu faktorların kompleksliyi nəticəsində barmaq izləri unikal şəkildə yaranır. Unikal o deməkdir ki, sənin barmaq izlərin hər hansı digər bir insan və ya canlıda olması mümkün deyil və bunun təkrarlanması da mümkün deyil. Barmaq izlərinin formalaşması ki, təkcə genetikadan asılı olsaydı, belə olan halda eyni yumurta əkizlərində barmaq izləri eyni olardı. Lakin biz müşahidə edirik ki, barmaq izləri eyni yumurta əkizlərində belə tamamilə fərqlidir. Barmaq izlərinin bu unikallıq xüsusiyyətindən dolayı bugün tibbdə, məhkəmə təbabətində, kriminal sahələrdə barmaq izləri şəxslərin, insanların identifikasiyası üçün istifadə olunur. Barmaq izlərinin digər xüsusiyyətlərindən biri onların insanın ana bətnindəki inkişafından başlayaraq ta dünyasını dəyişənə qədər dəyişməməsidir. Bu da həmçinin barmaq izlərinin unikallığına töhfə verən xüsusiyyətlərindən biridir. Barmaq izləri barmaqların uclarında yaranan cızıqlar, xətlər və ya naxışlar formasındadır. Onların bir sıra digər funksiyaları da var. Həmən xətlər və naxışlar arasında çoxlu tər vəzləri yerləşir və davamlı olaraq barmaq uclarında nəmlik müşahidə olunur. Məhz bu xüsusiyyət də identifikasiya proseslərində rol oynayır. Nəm barmaq ucları şüşə, metal və s. səthlərə toxunduğu zaman orada həmən barmaqların izləri qalır. Digər funksiyalarından biri barmaq izləri əşyaları tanımağımızda və ya eyni zamanda əşyaları tutmağımızda rol oynayır. Əşyaları tanımağımızdakı rol oynadığı xüsusiyyət ondan ibarətdir ki, barmaq uclarında həmən izlərin içində arasında çoxlu mexanoreseptorlar adlanan sinir reseptorları yerləşir. O reseptorlarla biz əşyalara toxunduğumuz zaman hətta gözlərimiz bağlı olsa belə biz əşyanın parça, metal, sərt, nahamar olduğunu dəyərləndirə bilirik. Çünki orada yaranan vibrasiyalar sinir reseptorlarına ötürülür və vibrasiyanın təbii ki, formasına, daha doğrusu intensivliyinə görə beynimiz də onun quruluşunu və formasını əvvəl yaddaşda saxladığı məlumatlara əsasən analiz edir. Bəs əşyaları tutmağımıza necə kömək edir? Barmaq uclarındakı həmən naxışlar qeyd etdiyimiz çuxurlardan ibarət olduğu üçün və barmaq ucları mikroskopik ölçüdə olsa belə tam hamar olmadığı üçün o da əşyaları tutduğumuz zaman sürtünməni artırır və sürüşməni azaldır. Və təbii ki, bütün bunlar indiyə qədər barmaq izləri haqqında bildiyimiz məlumatların bir hissəsidir.